Salam, bu videoda mən sizlərə bir Linux distributivinin Windows 11-dən nə qədər yüngül olduğunu göstərmək istəyirəm. Hal-hazırda yalnız bir proqram açıqdır. O da video qeyd proqramıdır. Və terminalda top yazdıqda çıxan RAM miqdarına, istifadə olunan RAM miqdarına baxırıq. Və burada memory bölümündə görürsünüz, sadəcə bir proqramla və bir də terminalın özünün açıq olması ilə birlikdə 1,48 GB RAM istifadə olunur. 3,7 GB RAM əl çatandır. Məndə sistem Endeavour OS-dir. Arch əsaslı bir sistemdir və gördüyünüz kimi Windows 11-dən çox yüngüldür. Windows 11-də sadəcə heç bir proqram işləmədən arxa fon proqramlarının sadəcə açıq olması ilə 4 GB RAM-da Windows 11-i işlətmək demək olar ki, əziyyətdir. Hal-hazırda ən son yeniləmələrlə birlikdə. Ona görə mən bu notebookda Linux distributivi istifadə edirəm. Və boşda indi bu gördüyünüz kimi KDE Plasma masaüstü mühitidir. Ona görə də bir qədər daha çox RAM tələbatı var. Bu kompüterdə təkcə plazma yox, həm də mən XFCE mühitini quraşdırmışam. XFCE mühitində isə RAM istifadəsi daha azdır və daha uyğundur. Az resurslu kompüterlər üçün, xüsusilə də köhnə kompüterlər üçün XFCE çox uyğundur. Boşda plazma mühiti ilə RAM istifadəsi heç bir proqram açıq olmadıqda təxminən 1 GB-ə 900 MB 1 GB arasında dəyişir, amma XFCE-də bu 500-700 MB arasında dəyişir. Yəni hətta plazma ilə də istifadə etmək rahatdır. Amma bir şərtlə ki, eyni anda bir neçə proqram açıq olmasın. Çünki əgər kompüterinizin RAM-ı məhduddursa, 4 GB-dan çox deyilsə, plazma masaüstü mühiti istənilən Linux distributivi ilə çox RAM tələb edir. Ümumiyyətlə, plazma üçün mənim bildiyim odur ki, 8 və 16 GB RAM kompüterə tələb olunur. Plazma və GNOME mühitləri daha çox RAM tələbkarıdır, bir qədər müasir olduğuna görə. XFCE isə daha az resurs tələb edir kompüterdən və çox daha rahatdır. Həmçinin də NXQT mühiti də var ki, o XFCE-dən daha az RAM tələb edir. Onlar xüsusilə zəif və köhnə kompüterlər üçün nəzərdə tutulub. Amma hər halda sadəcə plazma ilə belə görürsünüz ki, iki proqram, iki əməliyyat açıqdır. Terminal və Screen Recorder video qeyd proqramı və RAM 1,15 GB-dir. Amma mən bunu Windows 11-də açsaydım, orada bir video qeyd proqramı və bir də başqa heç nə olmasaydı, təxminən 4 GB RAM-ın 3 GB-ı bütün bununla proseslərə sərf olunacaqdı və bəlkə də kompüter donma verə bilərdi. Çünki bildiyimizə görə Windows 11 vizual olaraq da çox ağırdır və əlavə olaraq da bir çox lazımsız
proqramlar quraşdırma zamanı yüklənir ki, onlar da quraşdırma bitəndən sonra fonda avtomatik işə düşür və avtostartda çoxsa avtostartda işə düşür. Düzdür, onları həll etməyin ən effektiv yollarından biri, bəlkə də ən effektivlisi debload skriptləridir. Amma debload skriptləri müəyyən bir həddə qədər RAM istifadəsini azalda bilir. Ən yaxşısı Linux distributivləridir. Ev istifadəçiləri üçün belə deyə bilərəm ki, yeni istifadəçilər üçün Mint məsləhət görürəm.